Herkese yeni vlogdan salamlar. Mən artıq Türkiyədən qayıtmışam. Bugün bir həftədir artıq. Və düşündüm ki, yeni vlog çəkməyə başlayım. Düzdür, orada kifayət qədər çox kadrlar çəkmişəm. Ümid edirəm ki, bu videonu paylaşanda artıq siz onları görmüş olarsınız. Nəysə, bizim növbəti başqa bir səyahət planımız var. Və bu bir ay sonra olacaq. Onun üçün bugün Decathlona gedəcəm. Çünki Decathlonda endirimlər var idi. Mən axırıncı dəfə Türkiyə üçün oradan özümə dəniz ayaqqabısı almışdım. Onu sizin üçün çəkməmişəm. Və dəsmallar var. Oradan almışdım. İstəyirəm bugün gedim yoldaşıma da alım. Ümid edirəm endirimlər bitməyib. Decathlondan da sizin üçün kadrlar çəkərəm. Bəlkə kiminsə işinə yarayar. Bakıda da Decathlon var. Dostlarım oradan almışdı. Belə bu formada geyinmişəm. Hələ də tətil abu havasındayam. Bilmirəm buradan görsənir yoxsa yox. Kifayət qədər qaralmışam əslində. Bu tətil belə deyim mənə yaradı. Yayda ümumiyyətlə zaqar tonda olmağı çox sevirəm. Həm şort geyinəndə, ətək geyinəndə məncə daha estetik görsənir. Belə geyinib hazırlaşmışam. Dünən özümə belə bir həsir çanta aldım. Burada evimizin yanında second hand bir mağaza var. Həmişə görürdüm, girmirdim. Bu dəfə girdim və belə bir çanta gördüm və qeyd edim ki, bu təzə idi və mən bu çantanı 10 euroya almışam dostlar. Çox gözəl qiymətə və qəhvəyi rəngdə belə bir çantam yox idi. Qeyd edeyim ki, mən həsir çantaları çox sevirəm. Kifayət qədər çox həsir çantam var. Burada hardasa bir 4-5 dənə həsir çantam var. Dünənlərim sayıram ki, Bakıda da 4 ədəd həsir çantam var. Onları gətirməmişəm. İnanılmaz çox sevirəm. Bilmirəm, nəsə çox xoşuma gəlir yayda həsir çanta istifadə eləmək. Bəlkə də mənə tətili xatırladır. Hətta özüm belə deyim, toxumaq istəyirəm. Dünəndən YouTube videolarına baxıram. Bir növ həsir çantalar var, hansı ki belə kaşlyok formasında olur. Ondan Türkiyədə də görmüşdüm. Zara'da da elə modellər var. Və videolarına baxdım, düşünürəm ki, toxuya bilərəm. Bilmirəm. Bəlkə alıb yoxladım. Belə, indi gedəcəm Alexanderplatza Decathlon var. Bir də Yuska baxacağam. Görüm, orada bir yataq dəsti var. Tapsam onu alacağım. Sizin üçün də çəkərəm. Getdik. Bu ayaqqabılarımı geyinəcəm. Bunları çox sevirəm. Qəhvəyi rəngdədir. Bilmirəm görsənir yoxsa yox. Stradivarius'dan almışam. Qışda almışdım. İndi də belə deyim, yayda sevərək istifadə edirəm. Belə kəmərimi taxmışam. Oradan tatularım da görsənir. Getdik. Çatdım Alexanderplatza. İndi burada Decathlon var, oraya gidəcəm. Bir də burada çox böyük TK Maxx var. Əslində burada baxmalıyam, çamadan almalıyam özümə. Bilmirəm, sizə demişdim yoxsa yox. Axırıncı dəfə Bakıdan Berlinə qaydada Azal mənim çamadanımı yararsız hala gətirmişdi. Təkərin biri qırıldı, yəni böyük çamadan olduğu üçün artıq istifadəyə yararsız idi. Çox saylı, belə deyim, yazışmalardan sonra mənə pul göndərdilər, belə deyim, pulunu ödədilər. İndi çamadan almalıyam. Alınsa qaydada orada gedəcəm. Baxın, Decathlon çox qəşəng yerdədir. Qabaqda Decathlondur. Buradan da belə Berlinin ən məşhur binalarından biri. Burada belə əlcəklər var. Mən özümə aldım o dəfə. Səhv eləmirəmsə belə bir şey aldım. Qış üçün 15 euroya düşmüşdü. Bilmirəm buydu yoxsa yox, amma ona oxşayırdı. Nəysə, gedək dərşinə. Burada belə termoslar var. Amma bunlara ehtiyacımız yoxdur. Biz əsasında gedəcəyik çimərli ayaqqabıları olan yerə. Mən aldığım buydu.
15 euroya düşmüşdü. Bunu almışam. Mənim itən əlcəklərimə çox oxşur. Burada belə raincoatlar var. Əslində Lalafozaya gedəndə biz axtarırdıq, tapa bilmirdik. Düşünürəm ki, bunu bəlkə alım. Çox qəşəng olur. Burada açılmışı var. Bunu çıxara bilsəm. Şəkildə var əslində. Baxın, jaket formasında belə olur. Aldığım dəniz ayaqqabıları bunlar idi. Bundan istəyirəm yoldaşıma da alım. Çünki çox yaxşı idi. Yarası da var, amma məncə bu idealdır. Baxın, burada 41-42 var. Düzdür, onun ayağı biraz böyüdür. Böyüyüb, bəlkə 43-44 alım deyə düşünürəm. Qəribə şəkildə, yəni insan 30 yaşdan sonra ayağı böyüyüb. Mən birinci dəfə belə şey eşidirdim. Daha doğrusu şahidi olurdum. Görürsünüz bu necədir? Altı da rezindir, çox rahatdır. Burada da bundan satırlar. Bunlar dənizdə batmamaq üçündür. Biz gəmidən tullananda bizə də vermişdilər bunlardan. Bir də belə bir şey var. Dənizdə sulu paltaları falan qoymağa. Bundan da bir dənə götürəcəm. Çünki əynini dəyişəndə kupaniki falan qoymaq üçün idealdır. Bura o qədər böyüdü ki, yəni çimərlik ləvazimatları, çimərlik geyimləri, sonra balıq tutmaq üçün, idman üçün, kamping üçün hər şey var. Çox böyüdü. Qiymətləri də sizə deyim ki, yəni okeydir, baha deyil. İndi hələ indirim var. İndirimdə yəni daha da sərfəlidir. Bir dənə istəyirəm bu dəsmallardan, bədən dəsmallarını tapım, onları da çəkəcəm. Baxın, dəsmallar bunlardır. Mən bundan istəyirdim özümə. Mən özümə el almışam daha öncə yaşıl rəngini. İndi XL almaq istəyirəm. Bu daha böyüdür. Amma bir dənə başqa bəzəklisi var idi. Ondan qalmayıb deyəsən. Niyəsə mənə elə gəlir bu XL razmer dəsmalların qiymətləri qaldı. Daha öncə 9 evro olduğu yadımdadır. Amma indi baxıram 11'dir. XL-dir, L-dir. Da var. Sonra belə S size, belə deyim, həmin dəsmallardan var. Mən bunu üz üçün alacağım. Çimərlikdə belə deyim, üz üstü uzananda lazım olur. Çünki mənim üzüm yağla təmas eləyəndə çox səpir. Bu dəfə də səpmişdi. Ona görə də bir dənə bundan alacağım. Bunları aldım. Decathlondan çıxdım. Bu götürdüyüm bəzəkli dəsmalı almadım. Çünki kassaya gəldim. Kassada gördüm ki, qiyməti 15 evrodur, amma üstündə 11 evro yazılmışdı. Əslində onu özümə almaq istəyirdim, amma yoldaşıma da almalıyam. Ona görə düşünürəm ki, gedim evə, dənə fikirləşim. Çünki məndə el razmer var. Əgər el razmeri yoldaşım istəsə, elə bir dənə özümə XL alaram. Hələ ki indirimlər var. Onu düşünüb qərar verəcəm. Hava bugün inanılmaz istidir. Deyəsən Berlinin son isti havalarıdır. Yəni temperatur 28 dərəcədir. Bəli, yəni heç iyun aylarında belə isti olmayıb deyə bilərəm. Bəlkə də 1-2 gün. Bir dənə istəyirəm TK Maxx-da baxım. Görüm istədiyim şamadan var. Sizin üçün də çəkərəm TK Maxx-ı. Həmişə TK Maxx-da nəsə maraqlı şeylər tapıram. Keçən dəfə evimizin yanındakı TK Maxx-dan Zara'nın çox maraqlı koftalarını tapmışam. Çox ucuz. 3 ədəd belə toxunma koftalar almışam. Yay koftaları. Üçü də ucuz. Görün burada da olsa çəkərəm sizin üçün. Burada belə ayaqqabılar da olur. Hamısı razmerlərə uyğun sıralara bölünür. Bunlar 36'dır. Fərqli brendlərdən belə deyim ayaqqabılar olur, çəkmələr olur, sumkalar. Hər şey tapa bilərsiniz. Mən qışda belə ayaqqabı almışdım özümə.
Bu da çox gözəldir məsələn. Düzdür bu 80 evrodur. Mən hardasa 30 evroya falan almışdım deyəsən. Məsələn baxın bu da çox gözəldir. Rəngi falan, amma məndə en qədər krasovka olduğu üçün ehtiyac yoxdur. Sadəcə sizin üçün çəkmək istədim. Baxın belə bir çəkmə var. Qiyməti 17 evrodur. Baxın. Bayaqki batinka 16 avroydu. Xala imkan vermədi düzəm 50 çəkim. Məndə elə ona bənzər biri var. Qışda H&M-dən almışdım. Ona görə almıram. Amma almasaydım onu alardım yəqin ki. Çox qəşəng və çox ucuzuydu. Gəlsəz Avropaya, Almaniyaya mütləq TK Maxx-a baxın. Baxın, belə bir maraqlı kofta tapdım. Özü də bu Zaradır. Görsəndir, Zaradandır. Qiyməti 13 evrodur. Bilmirdim necə geyinmək lazım. Ona görə sırf gəldim primerka eləməyə. Çox maraqlıdır. Sadəcə bunu burada harda geyəcəm bilmirəm. Məsələn, Bakıda olsaydı alıb işə geyinərdim. Belə iş üçün çox stylish şey düzəltmək olar. Amma yəqin ki bunu almayacağım. Bir də belə bir bluz var. Bu da Guess-dəndir. Qiyməti 15 evrodur. Görüm necə qalacaq. Belə modellər həmişə qəşəng qalmır, ona görə primerka eləmək istədim. Qeyd elədiyim kimi, belə modellər həmişə əynində qəşəng görsənmir. Bilmirəm, məncə bu biraz qısa olmalıydı. Bir də bu hissəsinin belə yığılmağı hoşuma gəlmədi. Bunu da almayacağım. Neysə, gedək. Güya mən çamadana baxmağa gəlmişdim. Çamadandan başqa hər şeyə baxmışam da səhərdən. Neysə, gindim çamadan tapıram ümumiyyətlə. Gəldim, çıxdım çamadan yerinə. Yəni, burada en qədər çamadan var. Əslində, yaxşı ki, bura baxdım. Bizim evimizin yanındakindən daha böyüdür. Bir dənəsini bəyəndim. Bu mənim daha əvvəl gördüyüm çamadandır. Bu sarı. Və belə açılır, böyüyür. Həm də təkərləri xoşuma gəldi. Göstərərəm sizə. Çox güman ki, bunu alacağım. Amma indi almayacağım. Bu da elə, bu da ondandır. Gedim, biraz gəzim. Gedənə yaxın gəlib alıb götürəcəm. Baxın, budur. Məncə çox qəşəngdir. Rəngi də xoşuma gəldi. Və təkərləri də yaxşıdır. Dəqiqə. Qulpu da yaxşıdır. Görürsən bundan açılır. Okay. Qiyməti 70 evrodur. Eyni çamadanın narıncı rəngi də var. Yaşıl da olsaydı. Yaşıl yoxdur amma. Yaşıllardan ancaq bunlardır. Bu 80 evrodur. Amma bu çamadan çox xoşuma gəldi. Düz parıltılıdır. Belə olsa daha yaxşı olardı. Bu cızılacaq çox güman ki. Yenə də fikirləşim görüm. Onu alım yoxsa yox. Nəysə çıxıram. Başım fırlanır gəzməkdən. O qədər, yəni əşya, o qədər baxılası şey var ki, çox baxanda artıq başım fırlanır. Özümə 2 ədəd belə baxım məhsul almışam. Daha sonra göstərərəm. Gedim bunları alım, çıxıram. Çox acımışam. Gedim görüm nəsə yeyim. Sonra primerka bir də baxacağım. Orada da çamadan var idi çünki. Göstərərəm. Dostlar, heç ağlımda yoxkən alış-veriş batağına düşdüm. Bir dənə belə trench fason kutka görmüşəm. Vuruldum. Bir dənə ona baxın. Necə cooldur. Baxın, çox gözəldir. Buradan belə cibi, qollarının duruşu. Gəlin buradan da göstərim. Yəni, bayıldım buna. Bu kutka indirimlə 20 evro düşüb. Bir ədəd qalmışdı S. Bu S-dir. Amma yəni biraz oversize qalmağı mənə okeydir. Çox güman ki bunu alacağım. Bir də bu şalvara bayıldım. Bunun belə low waist olmağı, tökülməyi falan inanılmaz gözəldir. Bunu təsadüfən içəri girəndə gördüm. Bir ədəd XS qalmışdı və 10 evroya düşüb. Bu arada bura Primark'dır. Və bu səhv eləmirəmsə premium kolleksiyadandır. Bəli. Embleması buradadır. 10 evroya düşüb. Çox gözəldir. Çox bəyəndim bunu. Düz ətəyi kəsmək lazımdır. İçəri qatalamışam, amma bu formada boş olmağını çox sevdim.
Və mən parça şalvarlarda bu hissəni çox bəyənirəm. Riminsiz yəni riminsiz geyinəndə qəşəng görsənir. Beli filan çox qəşəng deyil sizcə də. Nəysə. Baxın. Mən çamadan adı ilə gəlib, deyirəm də çamadandan başqa hər şey aldım. Bunu da götürmək istəyirəm, amma qərarsızam. Götürüm yoxsa yox. Düşünəcəm. Dostlar, mən onları aldım. Belə başa düşürəm ki, mən evə getsəm daha yaxşıdır. Çöldə gəzəndə dayanmadan pul xərcləyirəm. Dedi və Alexaya getdi. Düzü Alexaya da gəlmişkən baxmaq istəyirəm. Amma ümid edirəm ki, heç nə almayacam. Ayın biridir, bütün pullarımı ayın biri xərcləmək istəmirəm. Nəysə, ümid edirəm heç nə almadan çıxaram buradan. 3 hours later. Gəldim evə. Özümə TK Maxx-dan 2 ədəd belə üz baxım məhsul almışam. Biri bu Mary May-dən Use Glow 6 peptid tərkibli belə bir serum almışam. Bunu bir dənə əpp var, orada yoxladım. Tərkibi çox yaxşı göstərdi. Qiyməti də deyəsən 7 evroya almışam. Bir dəqiqə sizə o əppi göstərim. Baxın, hətta Mary May-in belə bir üz maskaları olan, daha doğrusu üz maskaları var idi qabda belə. Baxın, 93 göstərirdi. Sadəcə mən Yaponiyadan çox almışam deyə almadım. Budur. Tərkibi 93 göstərir. Mən bu əppdən istifadə edirəm. Əppin adı Yukadır. Daha sonra da belə bir göz kremi almışam. Bunun belə deyim, bunun da tərkibi excellent göstərdi. Çox maraqlıdır. Bir dəqiqə, şat kimidir. Belə qəribəm. Baxın, bu formadadır. Qəribə belə. Bunu isə 13 evroya almışam. Bunun da tərkibini yoxlamışdım. Budur. Baxın, 100 göstərdi, %100. Ona görə aldım. Göz kremim qutarır, Yaponiyadan aldığım idi. O qutarsın, daha sonra istifadə edəcəm. Sizin üçün də feedback verərəm. Maskalarım olmasaydı 100% bu kollagen ya da ki sisa tərkiblidən alardım. Çünki hamısının tərkibi əla göstərir. Yəni və kompaktdır. Belə qabda olduğu üçün quruma ehtimalı da azdır. İstifadəsi çox rahatdır. Belə sizə də yəni göstərmək istədim. The next day. Hər kəsə salamlar. Bu günlərim gedirəm yoldaşıma şort almışdıq Zara'dan. Onu dəyişəcəm, daha doğrusu qaytaracağam. Biraz böyünü almalıyıq. Və həmçinin bugün istəyirəm gedim artıq çamadana alım. Hər gün qaldıqca qalır. Hər dəfə gördüyüm modeldə gedirəm, görürəm artıq satılıb. Ona görə bugün onu almaq istəyirəm. Belə geyinmişəm. Belə bir çantam var. Bu koftamı Trendyoldan almışdım. Deyəsən heç geyinməmişəm. 2 dəfə də geyinirəm. Və belə bir şortsikim var, Zara'dan almışdım. Bir də bu ayaqqabılarım. Bunlar New Balance-dır da deyəsən. New Balance olmalıdır. O bir vaxtların çox məşhur modeli. Ancaq məndəki fərqli rəngdir. Belə gördüyünüz kimi bej tonlarındadır. Bu yəqin ki aldığım ən bahalı krasovkadır. Ən bahalı, ancaq ən tez xarab olan, amma həm də ən rahatlarından biridir. Görürsünüz burası necə olubdu. Hansı ki mən bunu yəni Nike-larımdan çox geyinməmişəm. Daha çox mən bunu yayda geyinirəm. Çünki çox nazikdir. Ancaq yayda isti havalarda geyinmək mümkündür. Amma çox rahat olduğu üçün də sevirəm. Belə, gedək. Getdim şortiki qaytardım. Onlayndan alacağım. Üzbəyüzdə sandviç yeri var idi. Gəldim biraz yemək yiyeyim. Sonra gidəcəm çamadan almağa.
Ümumiyyətlə Friedrichstrasse əvvəl tez-tez gəlirdim. Bizim köhnə evə daha yaxın idi. Çoxdan da bura gəlmirdim. Buranı çox bəyənirəm. Çox gözəldir, ümumiyyətlə küçələri falan. Bir də Museum Island-a yaxındır. Adətən turistlər gələndə bu tərəfdən aparıram, onları gəzdirirəm. Belə, indi gedək Mangoya. Görün, maraqlı bir şey olsa göstərəcəm sizə də. İndirim falan yox idi. Baxdım, hamısı payız kolleksiyasıdır. Mənim üçün hələ yay bitməyib beynimdə. Ona görə də payızlıq şeylərə baxmaq istəmirəm. Belə, onsuz da uzun müddətdə indirim olmayanda demək olar ki, heç nə almıram. Çünki niyə? Paltarım çoxdur, ehtiyac yoxdur. Belə deyək. İndi gedirəm Espana. Oradan gedək çamadan alaq.